Hər birini salamlayıram. Bugünkü verilişimizin qonağı bizim üçün çox böyük bir fəxrdir ki, bizim üçün Azərbaycanda bir neçə günlük gəlib, ancaq ki bizə vaxt ayırdı. Dünən bizim fitness zalımızdaydı. Boks crossfit zalı. Burada zavalkasıdır. Woman, bura woman. Kadınlar kasası. O zaman I'm Roy. My personal trainer, my friends Aras. Oh, very good. Həm də bu günləri mənim üçün vaxt ayırıb və çoxlu suallarım var bu insanla bağlı. Mənim üçün çox böyük bir motivasiya oldu. Ona görə istəyirəm siz də bu verilişi izləyəsiniz, like edəsiniz, suallarınızı yazasınız, biz də cavablandıraq. Dünya Kickboks Assosiasiyasının rəhbəri, prezidenti Roy Beckerdir. Salam aleykum. Aleyküm salam. Bizim üçün böyük bir şərəfdir ki, kickboks kimi idman növü, hansı ki Azərbaycanda bütün dünyada sevilir və onun demək olar ki, ən üstü olan insanı prezidentindən müsahibə almaq, ümumiyyətlə bir münasibətimizin olmağı, bir dostluq eləmək bizim çox böyük bir şərəfdir. Mənim üçün böyük qürurdur burada olmaq. Mən bura kickboks idman növü üçün gəlmişəm və çox sağ olun intervyu üçün. Təşəkkür, sizə təşəkkür bildirəm Afət xanım. Afət xanım bizim Kickboks Federasiyasının beynəlxalq əlaqələr üzrə şöbənin müdürüdür və eyni zamanda da Roy Becker'in köməkçisidir. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Keçirik bizim suallarımıza, məni maraqlandıran suallara. Birincisi, bu suallar olacaq həm Vako, yəni ümumiyyətlə necə gəldiniz, ümumiyyətlə sizin həyat tərziniz. Mənim üçün həqiqətən çox maraqlı. Mən də belə necə deyirlər, o motivasiya aldım Roy Becker'dan və inşallah istəyirəm bu barədə bu günləri həm Vako, həm insan həyat tərzindən bir danışaq. Kickboxing, Vako dünya üzrə tanınan bir idman növüdür. Yəni biz bunu bilirik, Vako kickboksun yəni necə deyirlər, o top UFC necədirsə, məsələn MMA, məsələn is kickboxing, is Vako. Vako dünyada 146 ölkədə var və biz bunu daha da inkişaf elətdirməyə çalışırıq. Dünyanın hər yerindən, uzaqdan və yaxından fərqi yoxdur. 146 yaxşı bir rəqəmdir və kickboksu, yəni biz uşaqlıqdan elə biz filmlərdə baxırdıq. Kickboksing inkişaf eləyib, inkişaf eləməkdə davam eləyir və mənim də vəzifəm prezident kimi bunu daha da tanıtmaqdır. Vakonun, bugün kickboksun demək olar ki, reytinqi, yəni baxılmağı bu son 10 ildə bu artıma gedib, yoxsa istər-istəməz təsir göstərib? Əlbəttə ki, inkişaf eləyir kickboksing. Biz çalışırıq ki, 2028-ci ildə Los Angeles'da keçirilən Olimpiya oyunlarına, əgər o da olmasa 2032-ci ildə Brisbane'da keçiriləcək Olimpiya oyunlarına daxil eləyək kickboksu və bunu uşaqlar üçün eləyək. Çünki telefonlar, yəqin ki, laptop, telefon falan bunlar uşaqların həyatını məhv eləyir. Bu kombat oyunları isə onu inkişaf elətdirir. İnşallah. Aha, yəni inşallah. Yəni həqiqətən halal olsun. Yəni deməli bu günləri bir çox insan zallara gəlir. Biz 2 milyard üzv var bizdə. Təxminən 23 min klub var. İldə 300 yarış keçiririk. Təkcə keçən il 1,7 milyon yarışlarımız keçirilir. Yarışlar keçirilir. Yəni bu heç bir kombat idman növlərində olmayıb. Çünki mən bütün onları bilirəm, bütün kombat oyunlarını bilirəm, onları izləyirəm və ən yaxşısını eləyirəm.
Ən vacibi odur ki, sən öz yarışını biləsən. Qlobal idman növləri yarışlarındakı var, mənim də yarışım var. Mənim vəzifəm isə kickboxing ki, bu yarışdan ən yuxarısına aparmaqdır. Və mənim sadəcə tək işim budur. Biz ümumiyyətlə bu yerə çatmaq üçün çoxlu əziyyət çəkmişik. Çoxlu yol gəlmişik. O yol hardan başlayıb, hardan anadan olub? Ən vacib odur. Hansı idman növlərinə məşğul olub? Yəni bu yerə gəlib çatıb və ondan sonra suallarımı verəcəm. Yəni o yavaş-yavaş suallar açılacaq yəni. Yeah, so I was Mən uşaq olanda deyir kickboxingi tapmışam və bu mənim üçün bir həyat fəlsəfəsi, mənim kim olduğumu göstərib. Mən bunu pul üçün, şöhrət üçün eləməmişəm. Mən böyük bir kompaniyanın prezidentiyəm. Nəticə üçün mən inanıram ki, çox çətin işləməlisən. Uşaqlıqda kasıb ailədə yoxsa varlı ailədə? no, I grew up Çox as a varlı bir ailədə doğulmayıb, kasıb bir ailədə doğulub, 5 qardaş, bir bacıdılar. Kasıb olmasına rəğmən çox xoşbəxt olublar. Atası atam bizim üçün hər şey eləyib, yaxşı təhsil verib və hal-hazırda biz bacı və qardaşlarının çox mehribandılar. Atam mənim üçün bu planetdəki ən örnək ala biləcəyim bir adam oldu. Yaxşı adam olmuşdu, yaxşı adam idi. Zaten insandır, o kökündən gəlir də, aydın məsələdir. İndi bu insan da öz atasının həm yaxşı, həm də ondan da artıq sərflərini inkişaf etdirir də. Biz bu enerji heç vaxt nəsə üçünsə yox, pozitiv enerji üçün. Pozitiv enerji mənim üçün daha vacib olur. Liderlik sən özün üçün deyil, başqaları üçün. whatever. İmiclə bağlı kimsə məşğuldurmu? Dünənki geyimi, bugünkü geyimi. I like to wear Mən böyüyəndə mənim pulum yox idi bahalı paltarlar almağa. İndi ən yaxşılarını alıram. İndi mənim əlimdə bahalı sacım, bahalı ayaqqabım, bahalı kostyumum var. Mən bunları kiməsə göstərmək üçün almamışam. Sadəcə olaraq böyüyəndə mənim heç bir şey almağa pulum olmadığı üçün indi pulum var, alıram. news for him. Keçən il mən öz kompaniyamdan pensiyaya çıxdım. Bir şirkətdə direktor idim. 28 min staf var idi o şirkətdə. Çox böyük bir enerji şirkətinin direktoru idi. Ofisləri dünyada, Koreyada, Yaponiyada, Braziliyada, dünyanın bir çox ölkələrində var idi. Yəni bu böyük bir kompaniyada CEO olduğu üçün indi Vakoda gördüyü işlərdədir. Elə düşünürəm ki, mən yenə orada işləyirəm, onun kimi işləyirəm Vakoda. Bütün yaxşı təcrübələrini oradan götürüb Vakoya gətirirəm. Qaydaq ki, geriyə də. Siz neçənci ildə anadan olmusunuz? 1965. 1965. 65-ci ildən insan anada olub. Görün insanın formasına baxın. Görün adam, mən dünən danışanda, mən onu bilirəm ki, onun əlində dünənləri saat var idi. Saat yanında ki, o ölçən. Onun adı nəsə, ondan demişəm, mən də istəyirəm inşallah. Və o neynir? O bütün insanın yaşı neçədir, bədənində olan suyundan tutmuş yağına kimi ölçür də. Sual verdim ki, bəs yaş var, ancaq görsənmir də, yəni bugünkü günləri. Fiziki durumu vapşı möhtəşəmdir. Fiziki durum neçədir? Dedi 35 yaşına uyğundur. Təsəvvür edin ki, necə insan hansı formadadır. I believe that Bədənini məşq elətdirməlisən. Mənim həmişə bədənim məşq olunub və məşq eləmişəm, beynim həmişə işləyib. Mən keçən il doktorantura dərəcəsi bitirmişəm. 2 il əvvəl magistraturanı bitirib. Həmişə bədənim işləyib. Əgər bədənini işlətməsən, məşq eləməsən, uduzacaqsan. Bunu heç vaxt yadından çıxartma. Əgər yadından çıxartsan, heç nə olmayacaq. life is Həyat bir inkişafdır. once you stop growing, Əgər getməyi dayandırdınsa, you begin dying. sən öləcəksən. Həyatını idmana bağlamaq istədi, yoxsa başqa bir nə ilə məşğul oldu? Necə oldu idmana gəldi? I was Yaxşı uşaqlığı keçməyən biri olaraq mən güclü olmaq istədim. Kickboxing, bütün martial art idman növlərinə məşğul olub, karate, kickboxing, kickboxing. Mənim həyatım kickboxdan və mənim ailəmdən ibarətdir. have a daughter who was a kickboxer Mənim qızım var, hansı ki kickboxerdir. and she came third in the world. O dünya üçüncüsü oldu. Dünya üçüncüsü. And now she's a mother İndi o anadır and I'm a grandfather. və mən babayam. So I'm happy. Life evolves. Mən xoşbəxtəm, həyat gözəldir. Yəni uşaq vaxtı mentoru yaxud da hansı bir insan o ibrət aldığı insan hansı ki bugün bu insanı bu düşüncələrə gətirib çıxardıb. İstərsiniz bu vaxt yavaş-yavaş artırır. Elə bir insan olub ona yol göstərən. You are a child. When I was a child, I was lost.
Mən uşaq olanda itirmişdim. I was always looking for something. Mən nəsə axtarırdım. I didn't know what, but I knew something. Bilmirdim, amma nəsə axtarırdım. So I was Yəni, very lucky bir that a dostum friend of məni mine kickboxing introduced üçün me to kickboxing. tövsiyə eləmişdi. And I was terrible, Mən pis vəziyyətdə idim. really bad. Çox pis. But what I did was Amma mən nə etdim? the same in everything in my life. Hər şey mənim həyatımda I olduğu worked kimi hard. irdi işlədim. I refused to stop. Şikayət eləməyi And I dayandırdım won və many mən qazandım Avropa və dünya nəticələri. So I am not naturally Təbii bir talented. talantım yoxdur. But if you talk to my friends, Amma mənim dostumla the people who know danışsaq, me, hansı ki məni tanıyırlar, They don't mənim know işlədiyim anybody kimi with the same work ethic. növbəti birini deməyəcəklər. Mən buradayam, mən buyamsa mən güclü işləmişəm. I smile. 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 Thanks to Lovely Dent Clinic. Mən özüm də yəni deyim ki, varlı ailədən olmamışam. Roy Baker də varlı ailədən olmayıb. Ancaq bu günləri biz Roy Baker'dan hansı intervyunu alırıqsa, Roy Baker bizə ən azından vaxt ayırırsa, deməli biz həyatda nəyisə əldə eləmişik. O da yavaş deyir artım etmək. Bu da mənim üçün bir yavaş artım sayılır. yes, we Sən are bunu davam elə. evolving. Mən həm öz biznesimi inkişaf etdirirəm. Zaten gördü də. Çox gözəl idman zalı. Ondan demək ki, məhz zalın əla yaxşıdır, yeməklər yaxşıdır. Mənim üçün çünki insan dünyanı görür. His gym has Yaxşı ərazidə yerləşir, yaxşı stafımız var. Tək bu deyil də bizdəki məsələn mənim su arıtma sistemləri var bizdə, inline su filtrləri. He's also selling water filters. Şirkət 15 ildir ki fəaliyyətdir. Water business. Yes. Ondan başqa yenə sudur, water şirkətlərə bura məsələn dastavka çatdırılma, suyun çatdırılmasıdır. O başqa Okay. water. Yəni su da denən həyat deməkdir də. Yəni o da Water is life, absolutely. mən çalışıram özümün biznes tərəfdə də inkişaf etdirim. Bir də idmanın media kanalın, yəni bizdə intervyular həm idmançılarlandır, bəs idman tərəfi, həm də ki biznes sahəsində olan insanlarlandır. Biz inteqrasiya qururuq. İdmançıların və biznesmenlərin bir arada, indi zaten onu bilirsən də, görürsən də. Prosta istəyirəm bilsinlər ki, Yeah, that's a good idea. But tell him my advice Mənim məsləhətim is do what fulfills him. necə hiss If you do something that you eləyirsinizsə, enjoy, onu eləyin. it's Əgər not bir işdən work. zövq almırsansa, I elə. enjoyed my Mən company. işlədiyim şirkətdə də, kickboksda da zövq alırdım. mən istəyirəm ki, desin ki, bu işdə hansı işdən başlayıb və CEO kimi necə gəlib çatıb? Kredit menecer olaraq başlayıb, sonra gedib maliyyəyə. Neçə yaşında? 30 il əvvəl. Bütün çətin yolları keçdim və axırda gəldim boss oldum. Exactly the same. Eyni elədiyimi kickboksda da eləmişdim. İdmançı kimi, məşqçi kimi, İrlandiya Kickboks Federasiyasının prezidenti kimi, ondan sonra da Dünya Kickboks Federasiyası. Mən həmişə ən aşağıdan başlamışam. Heç vaxt ortadan başlamamışam. Həmişə ən aşağıdan başlayıb yuxarı getmişəm. İrlandiyanın Kickboks Federasiyası neçənci ildə prezident oldu? 26 years ago. 26 years, 26 il əvvəl, bəli. 26 il. 26. Həm idmançı, həm prezident orada 3 vəzifəsi eyni anda olub. Milli məşqçi və Həm də döyüşçü olub. həm də döyüşçü olub. Və istəyirəm sualım verim ki, Conor McGregor'ın biləm ki, məşqçisi olub. Yeah, so I was Connor's. Okay. Conor uşaq olanda mənim yanıma gəlirdi kickboksdan məşq eləməyə. Onun ən yaxın dostu qara kəmər. Conor deyir, çox fərqli idi, gənc olanda belə. was always very intense Çox həssas idi, and very direct. doğru, düzgün idi. So he started his martial arts career with me, Marşal artsa məndən and başladı. then he moved on to jiu-jitsu and boxing. Sonradan jiu-jitsu və boksa yönəldi. Münasibət varmı? Şeylə əlaqə varmı? So connect with John Kavanagh, his coach. Conorla və onun məşqçisi ilə də əlaqəsi var. Hətta dünən məşqçisi ilə danışıb And John telefonda. Kavanagh, Yəni məsələdir, həm də ki həmin koç, məşqçi yenə yaxşı psixoloqdur. Bu yaxşı psixoloq olmasa Conor işlənməz. he's unusual, he's different. O fərqlidir deyir. I don't agree with everything Conor does, Mən Conorun elədiyi hər şeylə razılaşmıram. but Conor lives his own life in his own way.
O öz həyatını və öz yolunu yaşayır. And I respect everybody. Mən hamıya hörmət edirəm. I don't live my life for anybody else. I live my life for me. Mən öz həyatımı özüm üçün yaşayıram, başqası üçün yaşamıram. Ən önəmlisi mənim üstünlüklərimdir. And I respect everybody else's decision. Və hamının qərarlarına hörmət As edirəm. long as you don't hurt me or hurt my family. Məni və mənim ailəmi incidənə qədər. Dünən dedi də, You hurt my family, you see the monster. sən Əgər deyirəm, monster ailəmi görəcək. incidənə belə canavar görəcəksən. See a real monster. Məsələn, Conor başqa cür olsaydı, indiki kimi olmasaydı, indi tanıyan insan kimidirəm. Conor belə populyarlığı bugünkü gün dünyada əldə edə bilərdi yoxsa? I think Conor came. UFC-yə Conor gəlməmişdən qabaq satılırdı. Çox az qiymətə satmaq istəyirdilər UFC-ni. Amma Conor gələndən sonra, Conor'un o elədiklərindən sonra UFC daha da məşhurlaşdı. Çox çətindir professional döyüşdə pul qazanmaq. Vako'da da var professional döyüş, Vako Pro adı altında. Bu hansı ki bizi inkişaf elətdirəcək. Bu mənim bir təşəbbüsümdür. Siz eyni zamanda kickboks, taekwondo, karate, bildiyim gibi karate'de de qara kəmər sahibidir, taekwondo'da da, yəni bu hər bir insana qismət olan bir şey deyil də. Necə oldu ki, kickboks və o biri idman növlərinin, yəni necə deyirlər, o çatdırmaq söhbəti var da bunu. Bunları əldə elədi də qara kəmərləri. As a child, I did jiu-jitsu, karate, Jiu-jitsu. boxing, taekwondo, every martial art. Mix. Yes. But how you get the black done? I got my black belt in 1986. 1986 I got my first black 1986-cı ildə alıb birinci qara I kəməri. got black belts in the other arts in different years, but when I was young, the martial arts, I was like a sponge. Mən I deyir, wanted- ondan sonra deyir, onu özüm istədim. and hamısını. I still study all the martial arts. Mən hələ də deyir, bütün martial artları I still öyrənirəm. learn from other sports. One of my favorite sports is table tennis. Mən ən Stolsuz tennis. favorit. I love table tennis. I have a table at home. I have a machine at home that plays to me. So Öz evimdə var və onu and I'm very interested in fencing. fancy Fencing. Fencing. Fiktavanya. Yeah, so I'm always interested in other sports, what they do, how they Həqiqətən move. mən belə insan görməmişəm də. Mən indiyənə ki deyən olmadı fiktavanya. Bu tamam başqa bir şeydir də. İnsan qara kəmər, kickboksdan dünya Avropa çempionu. Yəni hər şey vardı. Doktoranturanı bitirib. Yəni həqiqətən əşət. Bir də bizim Azərbaycan idmançılarından istər kickboksda, istər başqa növlərdə kimləri tanıyır? The one that won my favorite one. Yeah, Amin. Yeah. Amin So he- Quliyev. Texniki cəhətdən çox güclüdür. Azərbaycan ringdə çox güclüdür, amma tatamidə zəifdir. And I think that's something that Biz Azerbaijan. tatamini inkişaf elətdirməliyik. Əgər tatamini uşaqlar üçün inkişaf elətdirə bilməsək, alınmayacaq. Sürət Qarayev tanıyır yoxsa necə? Sürət Qarayev. Yes, he's very good. I think Əgər daha güclü olmaq istəyirsənsə, mənim məsləhətim odur ki, daha çox səyyət eləsinlər yarışlara. Çünki ən üst düzey idmançıların ehtiyacları var yarışlarda gedib təcrübələr almağa. Əgər həqiqətən də uğurlu bir ölkə olmaq istəyirsinizsə, idmançıları səyahət elətdirin. Hər bir dünya kubokuna. Bizdə 7 dənə 7 dünya kuboku keçirilir. Bu çox vacibdir sistemin içində olmaqları. Bəhram Rəcabzadə ilə bizə Çingiz Alazov var, bizim çempionumuz var. Bu insan bizim idmançılarla bağlı fikri nədir? Bəhram inanılmaz bir idmançıdır. Calf kick for the wall. As long as it lasted is what I said. Quickest knockouts in the history of glory. I mean, started with a calf kick and then just unloaded with those power punches. Hətta yoldaşını da tanıyıram. Bitməyən bir enerjisi var. Incredible knockout power. Gücü harda istifadə edəcəyini bilir. Sometimes he doesn't think. Bəzən fikirləşmir amma. He only knows forward. Amma ancaq baxır. Kill.
öldürüb. McGregorla Bəhramı oxşamır. Bəhram Qregora görə daha güclüdür və daha burada xüsusi bir şeyə sahibdir, bir gücə I sahibdir. mean, he's WACO champion, real champion. O Həmişə Baku Vakonun həqiqi çempionu. And I've had tea with him and I've had lunch with him on many occasions. Mən ondan yemək də yemişəm, çay da O yemək içmişəm. üçün aid, bütün gün yemək. He likes food. He likes. He loves life. And I wish him all the best and O I hope he həyatı stays. yaşayır, həyatı sevir. I hope he stays Ümid successful edirəm and I hope ki, he's happy in o life. yaxşı bir həyat yaşayacaq və xoşbəxt olacaq. Bir karateçi, bir kickboksor bir-birinə qarşı gəlsə, mən danışacağam Rafael Aqayevlə Raymondun dostuna, yəni onun döyüşünü baxıb, dünənləri fikrini də bildirdi. O döyüş barədə və bu idmançılar barədə istəyərdim fikrini bildirsin. Çünki Rafael həm boyca balaca idi, amma istərsə bu oponenti boyda hündür idi. O həmin o döyüşdə kimi fikirləşirdi ki, qalib olacaq? Mənim üçün sürpriz oldu bu. Mən hətta döyüşdən sonra Raymondla da danışdım. Amma mən düşündüyüm kimi də oldu. Sizin idmançınız qalib gəldi. Onun çox güclü zərbəsi var. O bilir nə edir. Yəni mənim üçün çox xoş oldu ki, bizim üçün məsələn hər iki idmançını tanıyır və həqiqətən o çox çətin döyüş oldu Rafael özü üçün. Çünki onların necə deyirlər, bu boy hamı deyir ki, bu necə baş tutacaq və Rafael qalib gələndə İlk qızıl medalımdır. Bunu anama və xalqıma həvs edirəm. bizim istəsə Azərbaycanlıdır da, bizim üçün çox xoş oldu da və insan tanıyır, həm idmançını tanıyır və fikrini deyir ki, onun üçün çox çətin oldu. Rafael öz gücünü göstərdi yəni. It's life, but Bu həyatdır. all fighters, Bütün idmançılar, all world champions bütün dünya are çempionları alpha males. Alfa mən, yəni şeydir, alfa olurlar da, yəni istəsəməz. It's very important we channel that energy in a positive way. bu çox vacibdir ki, onlar bu enerjidə. Because we are not normal. Çünki biz normal deyilik. We are not normal. İdmançılar normal deyil. Ən çox da martial arts. Mr. President, thank you. Yəni çox sağ sağ olun. bildirirəm ki, bizə vaxt ayırdı. Mr. President, he said, thank you for... Çox sağ ol, çox sağ ol. Çox sağ ol. he Çox sağ ol. said, Mr. President, thank you for a time for... It's my pleasure, and this is the longest interview I've ever had. Mənim ən uzun intervyum oldu, heç vaxt olmamışdı. Çox sağ olun. Şərəf duydum. O da dedi ki, mənim üçün də şərəfdir. Thank you.